Qızımın gəlinlik donu ilə bağlı nişanlısı, onun ata və anası evimdə davar-dalaş saldılar. Qafqazinfo xəbər verir ki, bu fikirləri bir neçə gün öncə yaşadığı evdə meyiti tapılan 19 yaşlı Ləman Məmmədlinin atası Murad Bayramov söyləyib. Onun sözlərinə görə mətbuatda və sosial şəbəkələrdə yazılanlar həqiqəti əks etdirmir. Güya aralarındakı yaş fərqinə görə qızım Ləman razı olmayıb, etiraz edib. Tamamilə yanlış fikirlərdir. Əvvəla oğlanın 35, 36 deyil, 33 yaşı var elçilik, qız toyu da könüllü və qarşılıqlı razılıq əsasında baş tutub. Hətta Elnurla rəsmi nikah da bağlamışdılar. Həmin andan Ləman rəsmən Məmmədli soyadını daşımağa başladı. Murad Bayramov bildirib ki, faciənin bünövrəsi qız toyundan başlayıb, qız toyundan sonra Elnur ata-anası ilə birgə bizə gələrək əməlli dava saldılar ki, bu nə biabırçı, açıq-saçıq gəlinlikdir, qızınıza geyindirmisiniz. Biz də dedik ki, adi, çoxunun geyindiyi gəlinlik paltarıdır. Amma qarşı tərəf sakitləşmədi, mübahisəni davam etdirdilər. Sonraki gündə mübahisə davam etdi. Yanlış ailə ilə qohum olduğumuzun fərqinə vardıq. Amma artıq gec idi. Murad Bayramov qeyd edib ki, kürəkəni Elnur və valideynləri yas mərasiminə gəlsələr də, o buna icazə verməyib, onları qovub.